Sandusa dostlar, yazı fondu necə yükləmək olar və qurmaq olar, onu öyrədəcəm. İlk öncə biz yəni bir yazı fondunun saytına girməliyik. Mən sizə belə bir saytın adını deyirəm. Dafont.com və bu yəni Dafont.com-un logosundan oxuya bilərsiniz dostlar. Dafont.com-a giririk və burada dostlar bir yəni fondların yəni növü var, dostlar. Girib yəni yükləyə bilərsiniz, yükləyə bilərsiniz. Yəni hamısı bir-birinə gözəl fondlardır dostlar. Mən Tankiyə girəm, Tanki və məsələn mən bu fondu işləmək istəyirəm. Kollegetdadır və burada dollar edirəm. Elə fondun qabağında da dollar var, basır olana. Gördüyünüz kimi dostlar, WinRAR faylı yükləndi və giririk. Tapırıq yəni o WinRAR faylını, yəni zip formatında yüklənəcək və burada kolleget var. Basırıq üstünə və açılır bizim fondumuz. Və açıldı dostlar. Buradan ustanovka var, yəni yüklə. Mən qabaqcadan yəni bu fondu qurmuşdum. Ona görə də yenə qururam. Da bastım dostlar. Belə bu qədər. Yəni fondumuzu qurduq dostlar. İndi girək fondumuzu yoxlayaq. Və mən Photoshopda yoxlayacağım. Belə bir teksti seçirik dostlar və ayrıdır. Yəni burada axtarışa da fondun adını yazırıq. Yəni buradan da seçə bilərsiniz. Cını bassaq elə görürsünüz Dolleget tapıldı və üstünə bastıq və gördüyünüz kimi dostlar gəldi fondumuz. Məsələn mən yazıram yerdə. Mən yazıram dostlar adını. Abone olun. Sonra yazdım. Gördüyünüz kimi dostlar buradan oka basırıq və yəni fondumuz işləyir. Elə bir fond edir. Və dostlar bu qədər yəni bu qədər dostlar. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın dostlar. Videomu bəyənməyi unutmayın dostlar. Başqa videoları da bəyənin, bu videonu da bəyənin dostlar. Yuxarıdakı linkdən də dostlar Camtasia Studio 8 videoya yaxınlaşdırmaq, o videomuzu izləyə bilərsiniz dostlar və bizi sosial media hesabları, sosial şəbəkələrdən də izləyə bilərsiniz dostlar. Sağ olun.